Stansiyon idarə olunan vertolyot. Bu cür vertolyotlar adətən yanacaqla işləyən motorla təchiz olunur. Bu isə vertolyotda titrəyiş və çoxlu səs-küy yaradır. Buna görə də bu vertolyotu ehtiyac duyulan daha geniş məqsədlər üçün istifadə etmək olunur. Bu problemin aradan qaldırılması məqsədi ilə biz hal-hazırda bu vertolyotun elektrik motoru ilə işləyən variantını hazırlamış və sınaqlardan keçirməkdəyik. Belə bir vertolyota tuşlayıcı şlem qurğusunu quraşdırıb, istifadəsini bir çox sahələrdə tətbiq edə bilərik. Məsələn, zəlzələ, binaların partlaması və çökməsi nəticəsində yaranan dağıntılarda istifadə etmək olar. Bilindiyi kimi belə hallarda vəziyyəti nəzarətdə saxlamaq, dağıntılar haqqında ətraflı məlumat toplamaq çox çətin olur. Çünki belə yerlərdə insanın sərbəst hərəkət etməsi çətinləşir və çox vaxt mümkünsüz hala gəlir. Bu vertolyotu istifadə etməklə həmin problem həll olunur. Bu vertolyotun üstünlüklərindən biri də onun bir nəfər tərəfindən idarə olunmasıdır. Bu qurğunun köməyi ilə kinofilm, videoklip və digər çəkiliş meydançalarında xüsusi effektli çəkilişlər etmək olar. Bundan başqa vertolyota quraşdırılan kamera ilə bərabər səs gücləndirici, gecə görmə qurğusu və atıcı silah da quraşdırmaq olar. Belə olduqda bu vertolyotu hərbi və digər güc strukturlarında kəşfiyyat və yaxud mühafizə və təqib məqsədi ilə istifadə etmək olar. Məsələn, bu vertolyotu sərhəd qoşunlarında qaçaqları tapmaq, təqib etmək və zərərsizləşdirmək üçün istifadə etmək olar.